Cismə təsir edən sabit əvəzləyici qüvvə müsbət iş görərsə, cismin getdiyi yolun zamandan asılı qrafiki hansı olar? Əgər bizim əvəzləyici qüvvəmiz müsbət iş görürsə, ümumiyyətlə belə bir qeyd edeyim. İş mövzusunda biz fikir verməliyik ki, bizdən hansı qüvvənin işini soruşurlar. Bəli, ən əsas yer budur. Yəni bizdən əgər indi bizim sualımızda isə əvəzləyici qüvvəni soruşurlar. Əgər əvəzləyici qüvvə iş görürsə, deməli burada cisim təcilli hərəkət eləyib və təcilli hərəkət eləyib. Və baxıram ki, təcilli hərəkətə uyğun gələn qrafiklərim A və B bəndidir. Və burada müsbət iş gördüyü üçün deməli bu yeyinləşən hərəkətdir. Cavab A bəndi olacaq. Əvvəlki sualda dediyim kimi, mən baxıram ki, əvəzləyici qüvvənin yenə işinə. Biz baxmalıyıq ki, hansı qüvvənin işindən gedir söhbət. Əvəzləyici qüvvənin işindən söhbət gedirsə və mən verilən qrafikə baxıram ki, S yer dəyişmə zamandan xətti asılıdır. Yer dəyişmə zamandan xətti o vaxt asılı olur ki, burada belə hərəkət düzxətli bərabər sürətli hərəkətdir. Düzxətli bərabər sürətli hərəkətdə isə əvəzləyici qüvvə sıfıra bərabərdir. Ona görə də onun gördüyü iş A bəndinə uyğun gəlir, yəni işi sıfıra bərabərdir. 11-ci sual və əvvəlki 9-cu sualdır. Yenə əvəzləyici qüvvə iş görüb, amma bu dəfə mənfi iş görüb. Deməli, yenə təcilli hərəkət olmalıdır. Yenə baxıram, təcilli hərəkətə uyğun A və B qrafiklərim uyğun gəlir. Yolun zamandan asılı qrafikləri, ancaq burada mənfi dediyi üçün artıq cavab olacaq A bəndi. 12-ci sualda isə yer dəyişmənin əksi istiqamətində deyirsə, sabit qüvvənin. Burada bir qüvvə var və sabit qüvvənin yer dəyişmənin əksinə dediyi üçün artıq burada biz onu qrafikin aşağı hissəsində götürəcəyik və xətti olacaq. Çünki düzxətli bərabər sürətli hərəkətə uyğundur və konstantdır. Burada isə yenə maraqlı bir sualdır və müxtəlif qüvvələr verilib. Əvvəldə dediyim kimi biz baxmalıyıq ki, bizdən hansı qüvvənin işini istəyirlər. Dartı qüvvəsi hərəkət istiqamətindədir. Ona görə onun gördüyü iş müsbət. Sürtünmə qüvvəsi hərəkətin əksinədir. Ona görə onun gördüyü iş mənfi. Ağırlıq qüvvəsi isə hərəkətə perpendikulyar yönəldiyi üçün onun işi sıfıra bərabər olacaq. 14-cü sualda biz burada əvəzləyici qüvvənin, baxın hansı qüvvəni istəyir? Əvəzləyici qüvvəni istəyir. Ona görə biz bu şəkildə bu cismə təsir edən əvəzləyici qüvvəni birinci tapmalıyıq. Mən baxıram ki, iki qüvvəm eyni istiqamətində, dartı qüvvəm isə onlara əks istiqamətdədir. Deməli, mən 1-in üstünə 1,5 gələcəm və 5-dən 1,5-i çıxacam. Olacaq 3,5. Onu isə biz işin düsturundan bilirik ki, A bərabərdir Fs. Qələmim yazmadı. A bərabərdir F vurulsun S. Bəli, 3,5-i də 5-ə vuracaq. Eləcə 17,5 joule. Ancaq burada bir şey qeyd edeyim ki, sizə məsələn təkcə dartı qüvvəni istəsəydi 5-i 5-ə vuracaqdım, olacaqdı 25. Təkcə sürtünmə qüvvəsini istəsəydi 1-i 5-ə vuracaqdım, olacaq 5. Təkcə burada bu qüvvəni istəsəydi onu 0,5-i 5-ə vuracaqdım, olacaqdı 2,5. Yəni iş mövzusunu edərkən biz baxmalıyıq ki, bizdən hansı qüvvənin işi istəyir. Burada isə əvəzləyici qüvvəni istədiyinə görə biz əvəzləyici qüvvəni tapıb onun işini tapdıq.